Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bəzi məhsullara idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz dərəcəsi güzəştinin müddəti artırılıb. Xəbər verilir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən reaktiv mühərriklər üçün TC1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacaq idxal gömrük rüsumu və aksiz dərəcələrə tətbiq edilən güzəştin müddəti 1 il uzadılıb. Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalına 1 ton üçün 80 manat aksiz dərəcəsindən güzəşt tətbiq edilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın 31-ədək 1 ton üçün 1 manat aksiz dərəcəsi tətbiq ediləcək. Həmçinin sözgedən məhsullara 15% idxal gömrük rüsumundan azad olma tətbiq edilirdi. Bu güzəştin müddəti də 2026-cı il dekabrın 31-ədək uzadılıb.